Mənim yadımda 92-ci ilin seçkilərində bir dostum mənə dedi ki, Əbülfəz Elçibəy prezident seçilmişdi, yadınızdadır. Dedi ki, qonşudan mən səs verməyə gedəndə gördüm bir nəfər rus qadın qayıdır. Soruşdum, hardan gəlirsən? Dedi ki, seçkidən gəlirəm. Dedim, kimə səs verdin? Dedi, Elçibəyə. Dedim, mən təəccübləndim. Dedim, necə nax, sən bütün vaxtı Elçibəyin əleyhinə, Xalq Cümhuriyyətinin əleyhinə danışırdın, təbliğat aparırdın. Nə oldu sən Elçibəyə səs verdin? Rus dilində gedir söhbət, mən tərcümə edirəm. Dedim, Allah nə bilim, deyir. Getdim oraya gördüm, hamı Elçibəyə səs verir, mən də verdim. Yəni, sizin dediyinizi mən başa düşürəm və sizə mən etiraz eləmək fikrində deyiləm. Amma mənə sözləri demək istəyirəm və inanın ki, burada bir nəfər siz deyən o sözləri desəydi ki, bəs bütün İran Azərbaycanlıları inqilabi vəziyyətdədirlər, hazırdılar və s. ona da mən etiraz edərdim. Ancaq siz deyəni də mən qəbul edə bilmirəm. Bu çox həssas bir məqamdır. Və bu məsələ hesablanması çətin məsələdir. Biz 80-ci illərdə, ötən əsrin 80-ci illərində Azərbaycanda kiməsə deyəndə ki, Azərbaycan müstəqil ola bilər, bizə dəli kimi baxırdılar. Ki, bunların başqarıb olub, nə müstəqilliyi, o boyda SSR-dir, o boyda dövlətdir, ordusu, KGB-si filanı, bunu dəyişmək mümkün deyil. İndi də İran sizə elə görünə bilər. Ancaq proses başlayanda çox sürətlə gedir proses. Bir tərəfdən elə bil ki, prosesin məntiqi hamını o istiqamətə yönəldir və dünənə qədər milli hədəflərə laqeyd olan, o barədə heç düşünməyən, yaxud düşünüb inanmayanlar da görəndə ki, proses gedir, görürsən ki, qatılırlar. İkincisi də ki, biraz bu, mən yəni çox dərinə getmək istəmirəm, mütəxəssis də deyiləm, amma sadə bir, hamımızın bildiyimiz bir məqamı demək istəyirəm. Siz bu otaqdan durub otağı tərk edib gedəndə sizin bədəninizdəki bütün hüceyrələr o qərarı qəbul edəmir ki. Bədəninizdə milyonlarla hüceyrələr var. Onların əksəriyyəti o qərar qəbul etmə mexanizmində iştirak edəmir. Ancaq burada bir neçə mərkəz var ki, deyir ki, otaqdan çıxmaq vaxtıdır və filan istiqamətə getmək vaxtıdır. Və bütün bədən də, bütün hüceyrələr də o əmrə tabi olur, gedir. Millət də, cəmiyyət də elə bir şeydir. Müəyyən məqamda müəyyən qərar mərkəzləri, sinir mərkəzləri hökm verirlər və bütün orqanizmdə ona uyğun şəkildə hərəkət edir. Ona görə də bugün, mən yenə də sözümü təkrar edirəm ki, biz bugün əmin deyilik ki, bir həftədən sonra, bir aydan sonra, bir ildən sonra İranda nə baş verəcək. Biz əmin deyilik. Ancaq mən sizi əmin edirəm ki, bütün senarilər mümkündür.